Azərbaycanda 8 qadın jurnalist 8 mart Beynəlxalq Qadınlar Gününü dəmir barmaqlıqlar arxasında keçirir. Onlar qaçaqmalçılıq ittihamı ilə həbs olunsalar da, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Azadlıq Radiosu həbsdəki jurnalistlərin bəzilərindən müsahibə ala bilir. Abzas media işi üzrə həbs edilən Nərgiz Absalamova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur. Mikroskop Media, Toplum TV, Abzas Media kimi media orqanları ilə əməkdaşlıq edib. Fəaliyyəti dövründə dəfələrlə polis zorakılığına məruz qalıb. Nərgiz Absalamova haqqında 2023-cü ilin dekabrında həbs qəti imkan tədbiri seçilib. Dəmir barmaqlıqlar arxasından Azadlıq Radiosunun suallarını cavablandıran jurnalist deyir. Özümə sual verdim ki, bəs mən niyə çalışıram? Niyə jurnalist oldum? Doğru xəbər çatdırmayacamsa nə mənası var? Bu aydınlamadan sonra qarışmamaq və dinc oturmaq çətin oldu. Mənim kimi hər kəsin doğru xəbərə hava, su kimi ehtiyacı var. O xəbəri hazırlamalı olan da bizik, jurnalistlər. Və indi biz işimizi gördüyümüz üçün cəzalandırılırıq. Artıq bir ildən çoxdur ki, saxta ittihamlarla təcridxanada saxlanırıq. Sevinç, Elnarə və mənim olduğumuz otaqların üzərində kameralar quraşdırılıb. Bizi xüsusi izləməyə alıblar. Jurnalist Elnarə Qasımova ikinci dəfə Abzas media işi üzrə şahid qismində dindirilməyə gedəndə həbs çantasını da özü ilə aparmışdı. Amerikanın Səsi, BBC Azərbaycanca, Mikroskop Media və Abzas Mediada daxil olmaqla bir sıra müstəqil media orqanları ilə çalışan jurnalist deyir ki, bütün bu təzyiqlərə baxmayaraq işini yarımçıq buraxmaq haqqında heç vaxt düşünməyib. Azərbaycanda müstəqil jurnalist kimi fəaliyyət göstərməyi seçəndə yolumun nə vaxtsa həbsxanadan keçəcəyini bilirdim. Azərbaycanda müstəqil jurnalist olmaq onsuz da hüquq və azadlıqları pozulan, əlindən alınan vətəndaşları bir də bu hökumət qarşısında tək qoymamaqdır. Onların səsi olmaqdır. Mən doğruları çatdırmaq, sorğulamaqdan imtina etmək, alternativ yol, peşə seçməyi ümumiyyətlə başa düşməmişəm. Çünki hökumət bilməlidir ki, etdiyi əməllər kimlərsə tərəfindən sorğulanacaq, araşdırılacaq və nəticənin nə olmasından asılı olmayaraq ortaya çıxacaq. Yalan məlumat almaq ittihamı ilə Rusiyada həbs edilən Azadlıq Radiosunun Tatar Başqırt xidmətinin jurnalisti Alsu Kurmaşova ABŞ və Rusiya arasında məhbus mübadiləsi çərçivəsində azad edilib. Arzu Kurmaşova deyir ki, qadın üçün jurnalist olmaq çox çətindir. Həbsdə olmaq isə bundan da çətin. Təbii ki, heç kim üçün həbsxanada yaxşı şərait yoxdur. Orada hər şey insan ləyaqətini tapdalamaq üçün qurulub. Bu isə qadınlar üçün xüsusilə çətin məsələdir. Gündəlik gigiyenadan məhrum qalmaq. Təsəvvür edin, biz gündəlik duş qəbul edirik. Amma orada bu, həftədə 1 ya da 2 dəfə olur. Ümid eləyirəm ki, Azərbaycanda qadın jurnalistlər üçün daha yaxşı şərait var. Mən sadəcə öz təcrübəmdən danışıram. Orada lazım olan gigiyena vasitələrinə çıxış yox idi. Yeməklər pis idi, qidalanma zəif idi. Bunların hamısı həm psixi, həm də fiziki sağlamlığa çox pis təsir eləyirdi. Alsu Kurmaşova deyir ki, həbsdə eşitmə və görmə qabiliyyəti də zəifləyib. Azad olunduqdan sonra müxtəlif tibbi prosedurlardan, əməliyyatlardan keçməli olub. Azərbaycanda həbsdə olan jurnalistlər unutmamalıdırlar ki, azad dünyanın böyük dəstəyi onlarladır. Məni ayaqda saxlayan, ümid verən də buydu. Bilirdim ki, azad olacam, sərbəst buraxılacam. Sadəcə nə vaxt olacağını bilmirdim. Məqsədim sağlam və ağlı başında qalmaq idi ki, qayıdıb həyatımı davam elətdirim. Azərbaycandakı jurnalistlərin həbsdə keçirdiyi hər gün, hər bayram onların həyatından, ailələrinin, yaxınlarının həyatından uğurlanmış gündür. Onlar heç vaxt geri qayıtmayacaq. Amma unutmasınlar ki, bir gün mütləq bitəcək. Mən buna inanıram. Onlar azad olacaqlar və həyatlarına, sevdiklərinə qayıdacaqlar. Çünki çoxları onları sevir. Jurnalist fəaliyyətinə görə 2 ilə yaxın azadlıqdan məhrum edilmiş Rauf Mirqədirov həbsin nə demək olduğunu bilən biri kimi deyir ki, toplu jurnalist həbslərini, həbs olunduqlarını bilib səssiz boğçasını hazırlayan jurnalistləri görmək çox ağırdır. Milli adət-ənənələrdən danışan bir dövlətdir, güya ki, sağ baxışları, ailə dəyərlərini yüksək qiymətləndirən dövlətdən söhbət edir. Və bu siyasi elit hakimiyyəti dövründə də qadınlar həbs edilirdi, amma tək-tük həbs olunurdular və artıq bunları boğaza yığmış insanlar həbs edilirdilər. Məsələn, misal olaraq biz Xədicə xanımı göstərə bilərdik, Gözəl xanımı göstərə bilərdik, rəhmətli Gözəl xanımı göstərə bilərdik, Leyla Yunusu göstərə bilərdik. Bunlar adlar idilər və kifayət qədər hakimiyyət
qarşı öz müxalif mövqeyində həddindən artıq belə də ad çıxarmış insanlar idilər. Onlar həbs edilirlər. Qalanları isə yəni toxunmurdular da qadınlar. İndi isə sıravi jurnalistləri həbs olunurlar. Bu dəhşətli bir haldır və kütləvi şəkildə qadınlar həbs edilirlər. Yəni bu hətta bizim hakimiyyətin elan etdiyi güya keşiyində durduğu dəyərlərə köklü şəkildə ziddir. Rauf Mirqədirov deyir ki, Azərbaycanda siyasi baxışlarına görə həbslər həmişə olub. Lakin heç kim evində oturub nə vaxt həbs olunacağını gözləmirdi. Həbsdə olan jurnalist Sevinç Vaqif qızı Ombudsman Səbinə Əliyevaya açıq məktubunda qeyri-insani rəftara, zorakılığa məruz qaldığını, həmçinin təcridxanada nəzarətçilərin həmkarı Nərgiz Absalamovaya xəsarət yetirdiyini yazmışdı. Qadınlara hörmət etməliyik, onları biz qorumalıyıq, onları müdafiə eləməliyik. Bu sözləri Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı çıxışında deyib və qeyd edib ki, Azərbaycan xalqı ənənəvi cəmiyyətdə yaşayır və yaşamalıdır. Parlamentin İnsan Hüquqları Komitəsinin üzvü Razi Nurullayev Azadlıq Radiosuna açıqlamasında deyib ki, qanun qarşısında hər kəs bərabərdir və qanun qadınlara və ya kişilərə görə yazılmayıb. Onlar qanun qarşısında bərabərdirlər və məhkəmə qərar verəndə də qanuna söykənərək qərar verib. Qadına qarşı təbii ki, cəmiyyətimizdə müsbət rəy var, qadınlara qarşı da humanist yanaşmışıq. Bu artıq onun məhkəmə keçirilən zaman, məhkəmə qərar verən zaman bunları nəzərə ala bilir. İkinci hissəsində isə əfv fərmanı ilə bunları nəzərə alınır. Qaldı ki, qeyri-insani rəftar, baxın qeyri-insani rəftarı siz nəyə deyirsiniz? Qeyri-insani rəftar budur ki, insana işgəncə verilə, əzab verilə, döyülə, söylə, yəni o bir işgəncələrə məruz qala. Mənim bildiyimə görə onlar işgəncələrə məruz qalmayıb, amma ola bilsin indi o ailələri ilə görüşdü, telefon zəngləridir, vəsatətlərin təmin olunması ilə bağlı məsələlərdir. Mən istərdim ki, bütün bunların hamısı Azərbaycan qanunvericiliyi necə tələb edir, o şəkildə də həyata keçirilsin. Dəxli yoxdur kimdir, qadın, kişi, müxalifətçi, iqtidardır, qazidir və yaxud sadə vətəndaşdır. Həbs edilən jurnalistlərin hər biri fəaliyyətləri boyunca qadınlarla bağlı problemləri işıqlandırıb, onların səsini duyurmağa çalışıb. Biz bugün 8 Martda peşələrini vicdanla yerinə yetirən və Azərbaycan hökumətinin elə məhz buna görə həbslə cəzalandırdığı jurnalistlər Sevinç Vaqif qızı, Nərgiz Absalamova, Meydan TV-nin jurnalistləri Aytaç Tapdıq, Aysel Umudova və Xəyalə Ağayeva həm də qadın haqları fəalı kimi hər il keçirilən 8 Mart aksiyalarında ölkədə qadınların üzləşdiyi problemlərə diqqət çəkiblər. Feminist fəal Səbinə Rəhimova deyir ki, bu 8 Martda da onların yeri görünür. Azadlıqda olsaydılar, yəni bugün biz də özümüzü daha yaxşı, daha güvəndə hiss edərdik. Heç olmasa yoldaşlarımız yanımızdadır deyə. Meydana da mütləq ki, onlarla bir yerdə yenə çıxacaqdıq. Sabahsı gün 8 Mart günü biz yenə onlarla bir yerdə meydanda olacaqdıq, amma əminəm ki, onlar, məsələn, dünən, bunu da qeyd edeyim, dünən Aytaç Tapdığın məhkəməsi idi. O məhkəməyə Feminizm hamı üçündür kitabı ilə çıxıb. Bunu 8 Mart'ı unutmadığını bildirmək üçün hakimə. Əminəm ki, onlar içəridə də, həbsxanada da, orada həbsxana idarə etməsində bunu xatırladacaqlar 8 Mart'da və bunun qadınların, xüsusən də həmin jurnalistlərin peşə fəaliyyətləri yerinə yetirdiyi üçün həbs olunduğunu nəzərə alsaq, bugün onlar əminəm ki, 8 Mart'ı həbsxanada da qeyd edəcəklər. Ənənəvi 8 Mart yürüşlərinin təşkilatçıları sosial şəbəkələrdə qadın jurnalistlərin mübarizəsinə diqqət çəkmək məqsədi ilə 8 Qadın 8 Mart adlı onlayn kampaniya başladıblar. Həbs edilən jurnalistlər ictimai və siyasi fəalların azad edilməsini tələb ediblər. Jurnalistlərə qarşı həbs dalğasının başladığı gündən bu yana beynəlxalq insan hüquqları və jurnalist təşkilatları Azərbaycan hökumətini həbsdəki müstəqil media nümayəndələrini azad etməyə çağırır. Norveç Helsinki Komitəsi də Azərbaycan hökumətini Beynəlxalq Qadınlar Günü ərəfəsində humanitar jest olaraq həbsdə olan 8 qadın jurnalistin zamin qarşılığında və ya şərti azadlığa buraxılmasına çağırıb. Komitə Azərbaycanda köklü gender stereotipləri və mühafizəkar ənənələr hökm sürdüyünü və xüsusilə qadınlar üçün müstəqil jurnalistkanın heç vaxt asan olmadığını vurğulayıb. Qadın jurnalistlərin həbslərinin artmasının
bu sahədə çalışan digər qadınların peşədən birdəfəlik getməyə sövq etdiyini, özünü senzura tendensiyalarını gücləndirdiyi də bəyanatda vurğulanır.